guys. Hi. So welcome. Aslında hüquqların azaltma yeri var və bir tərəfsə bəxt göstərdim. Bunları çayını, belə bulvar ərazisi, sahil boyudur. İndi bu körpünün digər hissəsindən göstərim. Arxamda gördüyünüz yer isə bura Bratislavanın belə məşhur qalasıdır. Yuxarı hissə həm avtomobillər gedir oradan. Noyabr ayı. Bratislavada artıq soyuqdur. Noyabrın 7-sidir. Dunay çayı. Biz Dunay çayının sahilin digər hissəsinə keçəcəyik.
Keçdiyimiz yer bu sonradan salınmış. Şəhərin digər hissəsi sonradan salınıbdır. Amma əsas şəhərin belə qədim yəni yaşayış yeri şəhərin digər hissəsi, biz gəldiyimiz hissəsidir. Budur sizə göstərim, bu qarşı tərəfidir. Biz körpünün digər hissəsindən gəldik. Belə və buradan isə piyadalar üçün olan hissəsindən gəldik. İndi buradan aşağı keçəcəyik. İndi isə gedək. Bu formada yuxarı qalxırıq. Açma. Bu hissədir. Körpünün aşağı hissəsi. Belə bir lift var. Bu liftlə qalxacaq. Lift 10 nəfərlikdir. Bizə Desidos yolu yazılıbdır, 10 nəfərlik. Daxil oluruq liftə. Lift çox qəribədir. Məlumatda yazılıb ki, 45 saniyə yaxud 1 dəqiqə ərzində yuxarı qalxır. Artıq restoran olan hissəsinə gəlmişik. Bura restoran olan hissəsidir. İndi buradan isə qalxacaq yuxarı panoram olan hissəsinə. Hi guys. Hi. So welcome to the UFO Watch Days group. So please, I'll tell you some facts, some information. Like this is the tower in the Slovakia, the capital Bratislava. Upstairs we have the restaurant, also the cafe, the bar, and the main, the observation deck. When you can see the Bratislava, the best view in the Bratislava, or maybe even in Slovakia. Upstairs we have the restaurant. If you want to go to the restaurant, firstly you have to make the reservation, and also you have to eat the main course. In the bar you can drink, to eat something like burger, salads, or to desserts also, but you have to pay for the entrance. The height of our UFO tower is 95 meters. And yes, this was built, they started build this tower in 1967, and it was built in about 5 years, so they end in 1972. Thank you, welcome, and see you in the UFO. Thank you, bye bye. Thank you. İndi isə qapını açıram. Demək, içərisinə daxil olanda gecə belə bir mənzərə olur. İndi görüm, yer olsa, bu da rezervasiya ilə yer. Orada da oturaram. Belə insanlar, turistləri qabağa buraxdım. Dedim.
Və beləliklə Bratislavada Ufa qülləsinin belə də yuxarı mənzərə hissəsini sizə €5 Bratislava haqqında kitabdır. Belə bir güzgüdür. Sonra futbolkalar var, burada köynəklər var. Göstərək. Sizə göstərim. Bu da belə bir mənzərədir. Burada belə. Demək, dairəvi hissədir. Dairəvi hissənin sağ, sol bir hissəsi belə deyək də. Bardır. Bar olan hissəsi, yəni oturub içki içmək olar. Belə deyək də, son olan hissəsi isə, belə deyək, dairənin ən belə orta hissəsi, ora restoran hissəsidir, yəni. Və bizə menü gətirdilər, belə bir menudur. Sözsüz ki, buranın digər yerlərdən qiyməti fərqlidir. Sizə onu göstərim, burada nə zamansa yemək, burada yemək, məsələn, adi burgeri götürsək 17 avrodan, yəni başlanğıcda 17 avrodur. Sonra sup və digər salatlar 9 avro, 15 avro və digər 15 avrodan yəni başlanğıc qiymətdir. Spirt içkilərdir. Menü həm ingilis dilində, həm də Slovak dilindədir. Təqdim edirlər. Bu formadadır. Hi. Bye. İndi isə biz sifariş verdik. Belə bir ananaslı içkidir. All good? Super. Buranın meneceridir. Az öncə danışığımız oldu. Belə də icazə olanda, öncədən bildirəndə, belə də həm müsbət yanaşırlar, həm daha yaxşı münasibət göstərirlər. Belə də Azərbaycanla bura nisbətən fərqi nədir? Burada demək olar ki, adi bir kiçik mağazanı belə müəyyən rəhbərlikdən icazə almaq lazımdır. Yəni çəkmək olar yəni, amma belə də işte
onu çəkib gizlin YouTube-a qoyacaqsan, sən məncə mənim şəxsi üçün onu çəkmək lazım deyil. Özəlliklə belə bir yerlərin əgər istəyirsən sənin belə də başqa bir yerlər də səni tanısın və bunu sən YouTube şəbəkəsinə qoyacaqsan bu videoları rəsmi cayzan olmalıdır. Hardasa buranın gəlib çəkişi ilə bağlı 2 ya 3 həftədir belə yazıram, detallı göndərirəm, baxdılar, incələdilər ki, bəli, olar. Yəni heç də göründüyü kimi əlinə kamera alıb gəlib çəkmək. Olar, telefonla çəkə bilərsiniz özünüz üçün. Amma bu formada belə deyək də bilgi ilə, yəni icazə olmalıdır. Bunu deyirəm ki, bəlkə gələcəkdə hansı Azərbaycanlı bura gəlmək istəyər. Özəlliklə YouTube üçün, mən bloqera gəlmək istəyir və çəkiş etmək istəsə, məncə buranı ziyarət edəcəksə, öncədən ingilis dilində və yaxud da Gmail-lərini mən aşağıda qeyd edəcəm. Saytlarında aşağı hissəsində və tez də cavab verirlər. Maksimum 1 gün və yaxud da gün yarım ərzində cavablandırırlar. Yəni müsbət də yanaşırlar belə də. Zaten burada turistlərin arxada gördüyüm mənzərə isə şəhərin belə də mənzərə hissəsidir. Adətən bu yerdə, belə yerlərdə yenilər gəlib burada mən evlilik təkliflərdir. Sözsüz bura gündəlik gəlib oturur, ziyarət edilən yer deyil. Mən görüşlər üçündür. Mən belə də turistik gəldim, mən baxma. Menü bəli, digər restoranla, Bratislavadakı digər restoranlarla fərqi çox, yəni var. Dedim ki, yeməklər adi burger 17 avrodan başlayır. Digər yeməklər isə 25, 30, 40 və s. yəni bu qiymətlərdəndir. Yəni bura gəlib əgər oturub yemək istəyirsinizsə burada mənzərəsinə dəyər, ən azından bir dəfə gəlməyə dəyər, söz yox. Yəni ona görə hesabımızı yapın. Giriş hissəsini mən orada belə də kiçik belə məlumat lövhəsi var idi. Hər şəxs üçün giriş neçədir, neçə avrodur onu da sizə göstərəcəm. Saat 10-da açılır. Onu deyim, saat 10-da açılır. Axşam saat səhv etmirəmsə saat ya 9-a kimi ya 10-a kimidir. Mən onu da aşağıda qeyd olunacaqdır. Və buranın saytını mən qeyd edəcəm, səhifəsini qeyd edəcəm. Personal belə deyək də, burada işləyənlər demək hamısı ingilis dilini bilir və belə də ilk növbədə birinci insandan ingilis dilində ünsiyyət qururlar, ingilis dilində danışırlar. Mən sadəcə belə deyək, mən ingilis dilini mənə daha çox yad olduğu üçün üstünlük verirəm Slovak dilinə, özlərinə də biraz qəribə gəlir ki, belə də başqa ölkədən olan bir insan, yəni bildirəm ki, burada yaşayıram, burada öyrənmişəm, onca artıq başlayır Slovakca danışmağa, ünsiyyət qurmağa başlayırlar. Belə də gəlmişik, amma buranın belə də sakit, həzin özün yeri var və həqiqətən də bu mənzərəyə, bu yerə dəyər. Yəni gəlmənizi tövsiyə edərəm. Bir şey də qeyd edim. Demək ki, mən ilk çəkilişim burayla bağlı kanalımda videolar vardı, onları sildim. Sıfırdan başladım demək olar ki. Və Çexiyadan başladım. Çexiya videom düşünürəm çox uğursuz çəkilibdir. Onları saxlamışam, bir də mənim zamanla paylaşacağam. Bu artıq mənim neçənci çəkilişimdir. Sizdən istəyim nə olar? Mənim bu tip videoları mən daha da çox çəkmək istəyirəm. Və bu tip yerlərə daha çox yəni getmək istəyirəm, göstərmək istəyirəm sizə. Çünki hər YouTuberimi deyək, YouTuberimi saymıram, belə də həvəskar bir insan. Sadəcə bunu çox xoşuma gəlir, mənim sevdiyim bir sahədir. Sizin bir bəyənməniz, mənim kanalıma abunə olmağını paylaşsanız belə mənə çox böyük motivasiyadır. Yəni bu kanalın böyüməyi mənə də belə də növbəti yerlərə getməyə daha da böyük stimul verir. Bunu sizdən mən xahiş edərəm. Digər yerləri isə öz büdcəmlə gedirəm, yəni. Və burada zaman altı bazar ancaq həftə sonları mənə çəkişlər etmək olur və öncədən gəlib planlayasan. Yəni hamısı zəhmət tələb edir. Ona görə də sizdən yəni xahişim, istəyim olar ki, yəni bəyənin. Kanalında digər ola bilsin müəyyən belə deyək də adrenalinlik, müəyyən pozitivlik yoxdur. Hər belə deyək də çəkiş edənin özünün belə də çəkmə tərzi var. Məndə bu tipdir. Mən çalışdığım qədər
insanların adi gözlə görəcəyi tərzdə çəkirəm ki, yəni reallıqda bu cürdür. Yəni sözsüz ki, mən effektlə montaj da etmək olar, mən şey də etmək olar, amma o reallıq deyil. Mən çalışdığım qədər mənim çəkiliş tərzim adi bir yerə, məkana gedirsiniz. Necədirsə, görürsünüzsə, o formada çəkmək istəyirəm. Axşama doğru yaxınlaşır, belə deyək, noyabr ayında Azərbaycanla bizim Slovak arasında hal-hazırda 3 saat fərqimiz var. Və burada belə deyək də artıq 5-in yarısı 5 hava qaralır. Düşünürəm ki, çox gözəldir. Ən azından nə vaxtsa belə deyək də Avropaya, özəlliklə Slovakiyaya gəlsəz, Bratislavada bu yeri gəlib görə bilərsiniz. Yəni gəlməyə dəyər. Gəlmə yerində göstərdim, piyada necə gəlmək olar. Körpünün mən digər hissəsindən gəldim, amma siz birbaşa maşınla da belə gələ bilərsiniz. Maşınla yaxınlıqda belə deyək də müəyyən parkovka yerləri də var. Zaten bura park ərazisi olduğuna görə, yəni elə bir çətinlik çəkməzsiniz. Bura haqqında indi müəyyən çəkişlərdə məlumat vermişəm, yenə də verim. 1972-ci ildə tikilibdir körpü. Sonra buranın bu restoran olan hissəsi, qüllə olan hissəsi 2005-ci ildə yenidən restavrasiya olunubdur, təmir olunubdur. Hələ ki son halıdır. Gələndə gördüyünüz kimi aşağı hissəsində də təmir gedir, yəni remont gedir. Sonra buranın hündürlüyü 95 metrədir. Ən çox Bratislavada turistik, belə deyək də, bəlkə də deyərəm, top 10-luq varsa, bəlkə də deyərəm 1 ya 2-ci yerdədir buranın ziyarət olunmaq yeri, yəni turistlər baxımından. Yerli əhali də yəni buranı ziyarət edir. Yuxarı hissəsində çəkmişəm, videoda izləyin. Çox super mənzərə var. Mən onu icazə almaq istəyirəm, mənim də qiymətləri var. Dediyim kimi 25 avro, 49 avro və 4 nəfərlik menü var, bu 35 avro, yəni bu qiymətlərdir. İndi isə bəlkə içəri daxil olanda adamlar çox idi, çəkə bilmədim. Demək, burada qiymət cədvəlini isə bəlkə çəkmişəm, yenə də göstərim. Qiymət cədvəli belədir. Demək, burada 1-ci gündən 5-ci gün olan qiymət fərqi var. İndi o daha əsaslı, belə deyək də, geniş izahını xahiş edəcəm, məlumat versin. Və burada günlərə görə 6-cı bazar günləri, bayram günləri isə fərqli qiymətlərdir. Добрый день. Знаете по-русски? Да, говорю на русском языке Супер. тоже. У меня YouTube канал есть, Let's Go Seymour. Всем привет. Спасибо, от нас тоже привет. Хотел бы для наших зрителей, может, попросим вас некие информации давать? Я вам микрофон можем давать? Да, конечно, можете. Так. Добро пожаловать в Уфу Watch Days Groove. Это башня, туристическое место, находится в Словакии, в Братиславе. Высота 95 метров высота. Вверху находится бан, ресторан и еще башня, где можете посмотреть на сам вид. Что касаемо, если хотите пойти в ресторан, то самое главное это купить, точнее заказать, сделать резервацию. И самое главное съесть main course или главное еду, то есть обязательно нужно покушать. Еще у нас есть бар, но за бар нужно за вход заплатить. Там у нас есть разные дринки, какие-то напитки, еще можно и покушать бургер, салат или какие-то десерты. Да, конечно, касаемо цен, смотрите, самое лучшее возможное время или самое такое, сказать, чуть-чуть подешевле цена, это с понедельника по пятницу. С 10 утра аж по час дня вы заплатите за взрослого 11,50, за ребенка 8,90, и если у вас есть инвалидность, то 6,90. Потом после часу дня до 11, мы работаем до 11, вы заплатите за взрослого 12,50, за ребенка 8,30 и за студента 10,50. И также то же самое в выходные, суббота-воскресенье, цена действует с 10 аж до